Salam. Bugün sinus x və kosinus x funksiyaları və onların xassələri. Buna baxacağıq, amma testlərə keçməmişdən qabaq əvvəlcə funksiyalar haqqında qısa olaraq məlumat verək. Müəyyən qədər qaydaları, xassələrin öyrənək. Birinci növbədə funksiyanın dövrü. İstər sinus x, istər kosinus x funksiyalar, iki funksiyanın ikisinin də dövrü 2pi-dir. Yaxşı, bu 2pi nə deməkdir? Gəlin əvvəlcə sinus x funksiyasından başlayaq. Çünki oxşarlıqları çoxdur. Sadəcə müəyyən bir qrafiklərində, dəyərlərində fərq olacaq. Məsələn, sinus x funksiyasının qrafikinə baxaq. Biz bu zaman istifadə edəcəyik yenə vahid radiuslu çevrədən. Biz bilirik ki, 0-cı dərəcə buradır və dərəcə müsbət istiqamətdə hərəkət edəndə saat əqrəbinin əksi istiqaməti nəzərdə tutulur. Yəni bu istiqamətdə hərəkət edəcəyik biz. İndi gəlin sinus x funksiyasının qrafikinə baxaq. Burada deməli, sinus 0 dərəcədə nəyə bərabərdir? 0-a. 0-da 0 qiymətini alır. Bu aralıqları da bölək biz. Pi böl 2 olsun. Bura pi olsun. 3pi böl 2. 2pi. Burada mənfi bucaqlar. Mənfi pi böl 2. Mənfi pi. Mənfi 3pi böl 2. Bir də mənfi 2pi. 0-da 0 qiymətini aldı. Keçək. Və görürük ki, funksiyanın burada dəyəri artdıqca, yəni bucaq böyüdükcə arqument birinci rübdən gedir hələ ki söhbət. Dəyər artdıqca funksiya sinus x demişik y oxudda. Y oxudda funksiyanın qiyməti yuxarı doğru hərəkət edir. Və pi böl 2-də sinus ən böyük qiymətini alır. Bir qiymətini alır. Bax, funksiyamız bir qiymətini alacaq pi böl 2-də. Yenə saat əqrəbinin əks istiqamətdə hərəkət edirik və görürük ki, artıq aşağı düşməyə başladı funksiyanın qiyməti. Gələcək pi də 0-a bərabər olacaq. Pi də yenidən 0-a bərabər olur sinus x və azalmağa davam edir. Mənfiyə doğru hərəkət eləməyə başladı və 3pi böl 2-də funksiya ən kiçik qiymətini alır. Mənfi 1 qiymətini alır və yenə davamlı şəkildə getsək, görəcəyik ki, 2piyə doğru gəlib yenə 0 qiymətin alacaq. Deməli, bizim sinus x funksiyasının qrafiki olacaq, baxın, bu şəkildə. Bu şəkildə. Və bu dövrü 2pi-dir nə deməkdir? Bu 2piyə gəlib çatandan sonra yenidən eyni formada, baxın, təkrar eyni funksiyanı sanki, görək əgər bunu, bircə dəqiqə. Aha, əla, olur. Yenidən eyni formada, baxın, eyni formada hərəkət eləməyə başlayacaq təkrarən. Və yaxud biz bunu sol istiqamətdə də eyni formada görə bilərik. Düzdür, burada aralıqları yaxşı düzgün qeyd eləmək biraz çətin olub. Amma yəni dövrü görmək mümkündür. Məsələn, mənfi pi böl 2-də nəyə bərabərdir? Mənfi 1. Ən kiçik qiymətini alır. Pi də yenidən 0. 3pi böl 2-də ən böyük qiymətini alır. Mənfi 3pi böl 2-də. Çünki mənfi 3pi böl 2 gəlib çıxır, baxın, bu nöqtəyə. Yenidən mənfi 2pi-də gəlib çıxır bura, yenidən 0 qiymətini alır. Yəni, funksiyamızın dövrü 2pi-dir deyəndə bu nəzərdə tutulur. Funksiyamız hər 2pi-dən bir təkrarlanır. Yaxşı, bu funksiyanın dövrünü tapanda biz demişik ki, x-in əmsalına bölürük. Məsələn, y bərabərdir sinus x-in dövrü 2pi-dir. Yaxşı, y bərabərdir sinus 2x. Bunun dövrü biz 2pi-ni bölürük x-in əmsalına, yəni 2-yə. Olur pi və yaxud y bərabərdir sinus 4x. Özüm burada cüt ədədlər verirəm, rahat bölünsün deyə. Tək ədəd də ola bilər. Yəni, əmsal nədirsə ona böləcəksiniz. 2pi bölünsün 4, bu da edir pi böl 2. Yaxşı, bu nə deməkdir? Bunlara biz, məsələn, indi siz GeoGebra və yaxud da Desmosda baxsaz, daha rahatlıqla görə bilərsiniz. İndi onlara baxaq biz funksiyalara. Buradan da baxa bilərik. Məsələn, sinus x funksiyasını biz bayaq baxdıq. 0-da 0 alır, pi böl 2-də. Burada pi böl 2-ni bizə 1,57 kimi, yəni 3,14-ü 2-yə bölüb də pi kimi göstərməyib. Pi böl 2 kimi. İndi məsələn, sinus x yox, sinus 2x-a baxaq. Nə baş verir? Funksiyanız daha sürətli dövr eləməyə başlayır. Baxın, artıq 0-da 0 alır,
pi bölü 4-də alır maksimum qiymətin. Pi bölü 2-də alır təzədən 0. 3 pi bölü 4-də alır ən kiçik qiymətin. Pi-də də alır təzədən 0. Artıq qırmızı funksiyaya baxın. Qırmızı funksiya hər bir pi-dən 1 təkrarlanır. Yaşıl funksiya 2 pi-dən 1, qırmızı funksiya pi-dən 1 təkrarlanır. Bunu gəlin elə əlimizlə də seçək baxaq. Məncə elə olsa daha rahat da anlaşılar bizim üçün. Yenə bunu biraz kənara çəkək. Onsuz da bizə lazım deyil. Aha. İki funksiyanın ikisinin qrafikini çəkəcəm. Yəni həm sinus x-in, həm də sinus 2x-in. Birinci sinus x-i çəkək. Bura olsun deməli pi böl 2 pi 3 pi böl 2, burada 2 pi. Və bayaq qrafiki çəkmişdik biz. Pi böl 2-də ən böyük qiymət alır. Pi-də 0 alır. 3 pi böl 2-də -1 ən kiçik qiymətini alır. Və 2 pi-də yenidən 0 alır. İndi yaxşı. Gəlin bu funksiyanın qrafikini qurmağa çalışaq. X, Y. Qırmızı rənglə göstərərək bunda. Məsələn, burada tutalım 0 versək x-a, y 0 alır. Məsələn, biz burada x-a pi böl 4 versək, pi böl 4. Belə yazaq. Pi böl 4. Pi böl 4-ü vuracaq 2-yə, olacaq pi böl 2. Pi böl 2-də nə alırdı? Maksimum qiymətini alır da, 1 qiymətini alır. Və yaxud 3 pi böl 2 versək, x-a pi böl 2 versək, nə alacaq? Pi böl 2-ni yazanda yerinə pi böl 2-ni 2-yə vuracaq. Olacaq pi, pi-də təzədən 0 qiymətini alır. 3 pi böl 4 versək, 3 pi böl 4-ü 2-yə vuracaq. 3 pi böl 2, orada minimum qiymətini alır. Pi versək, x-in yerə pi yazsaq, 2 pi, 2 pi-də təzədən 0 alır. Deməli, pi-də artıq bunun dövrü təkrar yekunlaşacaq. Pi-də dövrü yekunlaşacaq. Baxın, pi böl 4, burada 3 pi böl 4 verək. Funksiya pi böl 4-də ən böyük qiymətini aldı. Pi böl 2-də təzədən 0 alır. 3 pi böl 4-də ən kiçik qiyməti -1 alır. Pi-də təzədən 0 alır. Baxın, bu şəkildə bir qrafikimiz olacaq. Yəni, dövrünün pi olmağı o deməkdir ki, artıq bu funksiya pi-dən 1 təkrarlanır. Bu da belə, yəni dövr tapmaq budur. İndi orada kvadratlı olanda fərqli olur. Dərəcəsi hələ ki tək olanlara baxırıq. Kvadratlı olanda izah eləyəcəm. Gələk funksiyanın amplitudu və yaxud ən böyük, ən kiçik qiyməti. Funksiya sinus x və kosinus x-in ən böyük və ən kiçik dəyərləri, yəni qiymətlər oblastı -1 ilə -1 arasındadır. Məlum məsələdir. 3 sinus x-in da ən böyük və ya ən kiçik qiymətini soruşanda sinus x -1 ilə -1 aralığında qiymətləri almır. Sadəcə 3-ə vuracaqsan. Olacaq -3 ilə -3 arasındakı qiymətlər. Bu funksiyaya necə təsir edir? Yenə bir qrafik çəkək. Nəyə görə qrafikləri bu qədər çəkirəm? Qrafikləri başa düşsək biz, bizim üçün çox yaxşı olar. Deməli, sinus x funksiyasının qrafiki. Yaxşı. Sinus 3x olanda necə olur? Sinus 3x olanda eyni formadadır. Sadəcə funksiya, məsələn, pi böl 2-də qırmızı funksiya 1 alırdısa, artıq burada 3 alacaq. Daha böyük qiymətlər almağa başlayır. Bax, funksiyamız olur. Qrafiki bu şəkildə. Amplitud daha böyükdür. Yəni, daha böyük aralıqda qiymətlər ala bilir. -3-dən -3 arası. Yəni, qarşısındakı əmsal sadəcə buna təsir edir. Birazcık da mürəkkəbləşdirək. Məsələn, sinus, belə hətta yazaq. 2 sinus 2x çıxılsın pi və ya pi böl 4. Pi yazsaq, orada çünki çevirmə düsturundan istifadə edə bilərik. Pi böl 4 yazaq. Pi böl 4. Yaxşı, bunda nə baş verir? Bunda uşaqlar yenə baxın, hər dövrümüz oldu pi. Bizim dövrümüz pi'dir. Bu funksiyanın dövrü pi'dir. Amplitudu, yəni qiymətlər oblastı, y deyək. Deməli, hansı aralıqda qiymətlər alır? -2-dən -2-yə. Çünki sinus x biz bilirik ki, -1 ilə -1 aralığında qiymətlər alacaq. Onu da 2-yə vuranda -2 ilə -2. Və bu funksiya burada göstərilən dəyər qədər sağa və ya sola sürüşdürülür. Çıxma olanda sağa sürüşdürüləcək, toplama olanda sola. Baxın, sinus x-in indi qrafiki qalsın olduğu kimi hələ ki sinus x-i qalsın. Qırmızı olan sinus x-in qrafikidir. İndi bu funksiyanın qrafikini çəksək.
Sinus 2x olsaydı, bizim dövrümüz 2pi-də tamamlanacaqdı. Yəni funksiyamız olacaqdı bu formada. Belə. Amma bizə nə deyir? 2 sinus 2x-dir. Onda funksiyamız yenə dövrümüz bizim pi-də təkrarlanacaq. Sadəcə amplitudumuz artıq daha böyükdür. Çünki -2 ilə müsbət iki aralığında qiymətlər alır. Pi bölü 4 neynədir? Bu çəhrayı, deməli, çəhrayı funksiyanı pi bölü 4 qədər sağa sürüşdürəcək. Sadəcə olacaq belə. Bunu gərək bütöv çəkim. Pi bölü 4 qədər sağa sürüşdürəcək. Bax, belə bir şey olacaq. Funksiyamız pi bölü 4 qədər də sağa sürüşəcək. Bu funksiyanın qrafiki. Baxın, bu funksiyanın qrafiki. İndi GeoGebra'da baxaq, burada daha rahat olar. Sinus x olduğu kimi saxlayaq. Bizim funksiyamız deməli necə idi? Y bərabərdir 2 sinus 2x çıxılsın pi bölü 4. Pi bölü 4. Baxın, nə baş verdi? Pi bölü 4'ü silsək buradan. Sinus 2x. Bu funksiyanın qrafikinə baxsaq, funksiyamız koordinat başlanğıcından keçir. Amplitudda baxın, artıq -2 ilə müsbət 2 aralığında qiymətlər alır. Dalğamız daha böyükdür. Amma dalğaların təpə nöqtələri arasındakı məsafə, yəni dalğalar arasındakı məsafə qısadır. Hər pi-dən bir təkrarlanıb. Baxın, burada biz bunu görə bilirik. Bunu gəlin Desmosda baxaq, məncə orada daha yaxşı göstərər. Deməli, y bərabərdir sinus x, y bərabərdir 2 sinus 2x çıxılsın pi bölü 4. Aha, burada daha yaxşı göstərir. Pi bölü 4'ü buradan silək əvvəlcə. Yəni ən qarışıq yerlərindən biri odur. Baxın, 0-da 0 qiyməti alır hər ikisi. Qalxır, qalxır. Pi bölü 2'də. Bu funksiya maksimum pi bölü 4'də daha doğrusu maksimum qiymətini alır. Pi bölü 4 yazanda pi bölü 2 eləyir axı burada. Amma digəri pi bölü 2'də 1 almışdı. Niyə görə? Qarşısında bir əmsal yoxdur. Məsələn, biz buna bir dənə 3 yazsaq, artıq ən böyük qiyməti olacaq 3. Sadəcə funksiyanın dalğası böyüyür. Dalğanın hündürlüyü böyüyür. Belə baxa bilərik. Davam eləyək. Pi bölü 4 olanda nə baş verir? Və ya pi çıxanda və ya pi bölü 4 çıxmışdıq da biz bayaq. Pi bölü 4 çıxanda nə baş verdi? Funksiyamız sağa sürüşdü. İndi bu funksiya olduğu kimi qalsın. Bir də bunun pi bölü çıxılsın pi bölü 4 olan versiyasına baxaq. Pi bölü 4. Baxın, mavi funksiya yuxarıdakıdır. Yaşıl funksiya nə baş verdi? Pi bölü 4 qədər sağa sürüşdü. Vəssalam. Burada da çox anlaşılmayan bir şey yoxdur. Məsələn, biz burada bu funksiya maksimum qiyməti nə vaxt alırdı? Pi bölü 4'də. Pi bölü 4 yazanda pi bölü 2 olurdu. Amma burada pi bölü 2 alınması üçün x neçə olmalıdır? Gəlib baxırıq, 3 pi bölü 8 olmalıdır. 3 pi bölü 8 yazsaq olur 4'də 3 pi. 4'də 3 pi'dən də pi bölü 4 çıxanda qalır 4'də 2 pi. Nə qalır? 4'də 6 pi'dən bir dəqiqə, nə dedik? 4'də 3 pi. 4'də 3 pi'dən pi bölü 4 çıxanda nə qalır? 2 pi bölü 4, yəni pi bölü 2. Maksimum qiymətin 3 pi bölü 8'də alır. Funksiyamız buna görə sağa sürüşür. Toplama olanda da sola sürüşəcəkdir. Burada toplama eləyək. Funksiyamız sol tərəfə sürüşür. Bu sinus x funksiyasından, yəni qrafiki bilməyimiz bizə çox şeydə kömək eləyir. Qrafikləri bilək, digərləri asan olacaq. Dövrün tapılması, sonra ən böyük, ən kiçik qiyməti, burada olan məsələn ifadələrdən də kvadratik ifadələr verib orada dərəcənin aşağı salmadan istifadə edəcəyik. Ya da ki, deyəcəyik ki, onda dövrün pi qəbul edəcəyik. Pi-dən bir təkrarlanır. Səbəbini indi göstərərik. Qiymətlər çoxluğu falan bunları bilirik. Artma, azalma aralığı. Onları da biz vahid radiuslu çevrədən görə biləcəyik. Burada deməli mənə maraqlı olan suallardan nə oldu? Kvadratik bir dənə funksiya olanda necə olacaq qrafiki? Bir də ona baxaq. Sinus olsun x, bir də sinus kvadratı x.
Nə baş verdi uşaqlar? Deməli, sinus x mavi olan funksiyadır. Normal qaydada davam edir. Kvadrat bunun neyinədir? Bax, bunun aşağıya düşən hissəsi var, bu mavini. Bunu yuxarı qaldırdı və ya baxın, x oxuna nəzərən simmetrik olaraq bunu adətən biz görürük modul funksiyada, o da eyni xassəyə malikdir, eyni formadadır. Funksiyanın məsələn müəyyən bir hissəsi modula salınıbsa, həmin hissəni x oxuna nəzərən simmetrik olaraq müsbət istiqamətdə yönləndirir, əks istiqamətdə deyək, yönləndirir. Kvadratda da eyni şey baş verir. Niyə eyni şey baş verir? Baxın, pi bölü 2-də maksimum qiymətini aldı. 3 pi bölü 2-də də minimum qiymətini aldı. Amma burada minimum qiymət anlayışı olmur axı. Necə olmur minimum qiymət anlayışı? Mənfi 1 alsa belə 3 pi bölü 2-də kvadrat olduğuna görə onu təzədən maksimuma çevirir. Baxın, yaşıl funksiyada buna görə. Buna görə də bunun dövrünə baxın. Gəldi burada təkrarlandı, dayandı. Təzədən 1 də. Buradan yaşıl. Ona görə üzərində kvadrat görəndə sinusdur, kosinusdur fərq eləmir. Hər ikisində də dövrün artıq 2pi yox, pi olaraq qəbul eləyəcəyik. Gələk biraz da kosinus x funksiyasına baxaq. Sinus x-a dediklərimin hamısı, yəni orada qarşısında əmsal olmağı, x-in qarşısındakı əmsal, funksiyanın özünün qarşısındakı əmsal eyni işləri görür. Kosinus x funksiyasının qrafiki, deməli, kosinus x 0 verəndə 1 qiymətini alır. Pi bölü 2-də 0 qiymətini alır. Pi-də minimum qiymətini alır. 3 pi bölü 2-də 0 alır. Təzədən 2 pi-də maksimum qiyməti 1 alır. Baxın, bunun dalğası da olur bu şəkildə. Təkrarlanma baş verdi, təzədən 1 də. Bu formada. Kosinus x-in dövrü də 2 pi-dən 1-dir. Yenə kosinus 2x olanda y bərabərdir kosinus 2x. Dövrümüz bizim artıq qısalır. Gəlir pi-dən 1 təkrarlanacaq. Baxın, artıq elə ki, dalğanı biz yığcamlaşdırmışıq. Qarmon kimi təsəvvür eləyin. Qarmonu sanki sıxmışıq biraz. Burada məsələn 3 kosinus x olanda nə baş verəcək görək. Y bərabərdir 2 kosinus x eləyək. 2 kosinus x. Burada nə baş verir? Funksiyamızın dalğasının böyüklüyü artır. Artıq 0-da 1 yox, 2 alır qara funksiya və yaxud mənfi 2 alır. Dövrümüz də eyni olaraq qalır. Məsələn, burada bunu biz 3 eləsək, qarmonu sanki sıxırıq. Dalğalar arasındakı məsafə azalır. Daha sonra nəyi deyə bilərik? Pi bölü 4 çıxsa, pi bölü 2 çıxsaq, o da funksiyanın qiymətinin sağa və ya sola sürüşməyinə təsir eləyəcək. Bu qədər. Bu da kosinus x funksiyası. Müəyyən bir dəyərlər verəcək. Bir də artma-azalma aralığına baxaq. Artma-azalma aralığı da əzbərləmək lazım deyil və ya mənfi müsbət olduğu aralığı əzbərləmək çətin olar əzbərləmək. Çünki əzbər insan nə qədər şey yadda saxlaya bilər. Burada baxın. Deyirik, məsələn, sinus x funksiyasına baxaq. Sinus nədir? Y oxudda, düzdür. Biz birinci rübdə, məsələn, buradakı nöqtəni hərəkət elətdiririk də, əks istiqamətdə, yenə deyirəm. Bu yuxarı qalxır. Baxın, birinci rübdə artandır. Artan. Sinusdan gedir söhbət və y burada müsbətdə, artan və müsbətdir. Gəlirik, keçdi ikinci rübə. İkinci rübdə mən artıq görürəm, hərəkət elətdirdikcə nöqtə aşağı düşməyə başlayır. Burada azalan olur. Azalan. Amma yenə də müsbətdir. Gəldi üçüncü rübə. Üçüncü rübdə sinus azalmağa doğru davam edir. Çünki aşağı düşür axı. Azalandır və mənfidir. Mənfi qiymətlər alır. Onu demək istəyirəm. Azalandır və mənfidir. Dördüncü rübdə hərəkət edirik. Mənfi qiymətlər alır. Aşağıda da axı. Amma burada artıq artandır. Yuxarı doğru hərəkətə başladı. Nətər dedik? Artandır dedik. Artan. Mənfi müsbətlərin, yəni onu görmək çox da çətin deyil. Bu belə. Burada bir də baxaq biz kosinus x-a. Kosinus x-də biz bilirik ki, x oxudur və x oxuna nəzərən baxacağıq. X ox baxırıq ki, biz yuxarı hərəkət elədikcə nöqtə sola hərəkət eləməyə başlayır. Axı sola doğru qiymətlər aşağı düşür. Azalandır. Azalan. Və müsbətdir. Kosinus burada müsbətdir. Davam edirik. İkinci rübdə azalmağa davam edir. Sola doğru hərəkət edir. Azalandır. Burada amma mənfidir. Gəldi üçüncü rübə. Üçüncü rübdə nədir? Hərəkət elədikcə sağa doğru hərəkətə başladı. Artandır. Deməli, nədir? Artan. Ancaq mənfidir.
Yenə hərəkətə davam eləsək, sağa doğru hərəkət edir, artandır. Burada da müsbətdir. İndi sinus x-lə kosinus x-in bir də qiymətlər və təyin oblastına baxaq. Deməli, sinusun təyin oblastı bir dəqiqə. Aha. Y bərabərdir sinus x. X-in təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Elə bir məhdudiyyət yoxdur. Hər bir qiyməti ala bilir. Amma burada nəyə fikir veririk? Bizdə indi tənliklər keçəcək və yaxud müəyyən qədər düşünməmiz nəyə lazım olur burada? Məsələn, sinus x-in biz təyin oblastını qəbul eləyəcəyik mənfi pi bölü 2-dən müsbət pi bölü 2-yə. Səbəb nədir? Səbəb odur ki, mənfi pi bölü 2 ilə müsbət pi bölü 2 aralığında sinus bütün qiymətlərini alır. Sinus, baxın, mənfi pi bölü 2 bu nöqtədir. Müsbət pi bölü 2 də bura. Sinus bu aralıqda mənfi 1-dən müsbət kimi bütün qiymətləri alır. Ona görə də cavab çıxardanda, yəni burada yenə deyirəm, bu çevrənin üzərində elə bir nöqtə yoxdur ki, sinus orada bizə qiymət qaytara bilməsin. Tangesdən kotangensdə görəcəyik, amma sinusdan kosinusda bunu görməyəcəyik. Ona görə də sinusun təyin oblastını qəbul edirik mənfi pi bölü 2-dən müsbət pi bölü 2-yə. Qiymətlər oblastı da məlum məsələdir. Mənfi 1-dən müsbət 1-ə ən kiçik qiymət mənfi 1 ala bilir, ən böyük qiymətin də müsbət 1 ala bilir. Bu sinusun təyin qiymətlər oblastı. Gələk bir də kosinusa baxaq. Deməli, y bərabərdir kosinus x-da. Kosinus x-da da 0-dan pi-yə kimi bütün qiymətləri ala bilir kosinus. Baxın, 0-da 1 qiymətini alır, ən böyük qiyməti. Və hərəkət eləyərək gəlir, pi-də də ən kiçik qiymətini alır, mənfi 1. Yəni, bu x oxunda bütün dərəcələri 0-la pi aralığında bütün qiymətlərini ala bilir. Bu bizim təyin oblastımızdır. Qiymətlər oblastımız da yenə mənfi 1-dən müsbət 1-ə. Bunu nəyə görə belə qəbul edirik? Məsələn, bizə versə arc, indi keçəcəyik tərs funksiyaları, orada görəcəyik. Məsələn, arc tangens 2-də 1. Tangens yazdım, arc sinus yazaq. Arc sinus 2-də 1. Arc sinus 2-də 1 nədir? 30 dərəcədə bunu alır. 30 dərəcədə alır, 390 dərəcədə də eyni qiymət alır da. Yəni, biz burada misallarda istifadə eləyəndə 30 dərəcəni qəbul eləyək. Mənfi pi bölü 2 ilə müsbət pi bölü 2 aralığına düşən dəyərləri əldə eləyək deyə yazırıq. Bu bizim təyin və qiymətlər oblastımız. Deməli, təyin oblastı. Yəni, soruşsa ki, təyin oblastı nədir? Deyəcəyik, mənfi sonsuzluqda, müsbət sonsuzda. İstər kosinusda, istər sinusda. Amma tərs funksiyadan əldə eləyəndə və ya trigonometrik tənliklərdən əldə eləyəndə istədiyimizi, orada da onsuz da, məsələn, tənlikdə də əldə eləyəndə müsbət, mənfi 2 pk falan yazacaq, amma belə yadımızda saxlayaq, bu formada hələ ki, yadımızda saxlayaq. Qiymətlər oblastı da dedik, mənfi 1-dən müsbət 1-ə. İndi keçək misallara. Görək misallarda nə var? Deməli, birinci sualımız elə kvadratik kosinus kvadratıdır. Biz demişik, kvadrat gördük, dövrü pi-ni artıq qəbul eləyək. Çünki pi-dən bir təkrarlanma baş verir. Və burada x-in əmsalı neçədir? 2. Pi-ni böləcəyik 2-yə. Cavabımız olacaq pi bölü 2. C variantı. Və yaxud dərəcənin aşağı salma düsturu var. Kosinus kvadratı 2x-da. Dərəcənin aşağı salma necədir? Olacaq belə. 1 çıxılsın, üstə gəlinsin. Kosinus 4x bölü 2. Burada yenə bu tərəflərə heç nəyə fikir verməyin. Bunlar bizə vacib deyil. Bizdən dövrü soruşmur. Sadəcə x-in əmsalına böləcəyik. 2 pi-ni 4-ə böləndə yenə pi bölü 2 qalacaq. Qiymətlər çoxluğu. Sinus x deməli, mənfi 1-lə müsbət 1 aralığında qiymətlər alır. Aparıb yerinə yazsaq, mənfi 1 yazanda toplamaya çevriləcək. Ən böyük qiymət olur 6. Müsbət 1 yazanda eləyir 2, 4-dən 2 çıxanda 2. 2 və 6 aralığı. D variantı olur cavab. Üçüncü sual, funksiyanın əsas dövrü demirəm. Yenə dövrü pi qəbul edirsiniz, 5-ə bölürsünüz, pi böl 5. Əslində, şifahi tapılacaq suallarda artıq bunlar. Deməli, funksiyanın əsas dövrünü. Baxın, burada kosinus kvadratı 3x çıxılsın sinus kvadratı 3x. Ya burada çevirək hər ikisinin sinus kvadratına və ya kosinus kvadratına. Məsələn, biz bilirik ki, 1 çıxılsın sinus kvadratı 3x, kosinus kvadratı 3x deməkdir. Çıxılsın sinus kvadratı 3x. Burada da nə olur? 1 çıxılsın 2 sinus kvadratı 3x. Bizə artıq bu tərəf maraqlı deyil, bu maraqlı deyil.
Bir dənə burada görürük biz kvadrat. Kvadrat görmüşüksə dövrü pi qəbul edirik. X-in əmsalı da 3. Cavab olur pi bölü 3. C variantı. Davam eləyək. 5-ci suala baxaq. B-nin hansı qiymətində bərabərliyi doğrudur? İndi baxaq görək sinus bu aralıqda hansı qiymətləri alır. Deməli 3 pi bölü 2 ilə 2 pi aralığı. Yəni baxın bizə nəzərdə tutub bu aralığı. Bu aralıqda biz görürük ki, sinus burada ən kiçik qiyməti -1-i ən böyük olaraq da 0 ala bilir. Sinus. Y oxudaq. Deməli, bizə verilən bu ifadə -1 ilə 0 arasında olmalıdır. Yazacağıq belə 0,5 üstə gəl b kiçik böyük bərabərdir -1, kiçik bərabərdir 0. Hər tərəfdən də 0,5-i çıxsaq, olur -1,5 ilə -0,5. Cavab olur A variantı. 6-cı sualı artıq özünüz düşünərsiniz. O da bunun kimidir. 7-ci sual. Əsas dövrü, sinusun dövrü 2-dir. Bölürük 3'ə, olur 2 pi böl 3. 8 də bunun kimidir, 9 da bunun kimidir. 10-cu sual. Qiymətlər çoxluğu. Baxın, sinus x -1 müsbət 1 aralığıdır. -1 müsbət 1. Amma kvadrat varsa artıq bu olacaq 0-1 aralığı. Yəni sinus kvadratının qiymətlər çoxluğu 0-1-dir. 0 yazanda 2 eləyir, ən kiçik qiymət 2 olur. 1 yazanda 1-i 3-ə vururuq. 3, 3-ün də üstünə 2 gəlik, 5. 2-5 aralığı cavab olur B variantı. 11-də bunun kimidir. 12-ci sual qiymətlər çoxluğu. Baxın uşaqlar, burada bu arqumentin bizim üçün bir önəmi yoxdur. Burada nə olur olsun. Məsələn, burada kvadrat yoxdur ki, yoxdur. Sinus alfa. Buna bir böyük bir alfa kimi bax. Sinus biz bilirik -1, müsbət 1 aralığıdır. Bunu da 5'ə vuranda -5 ilə müsbət 5 aralığı. Cavab olur C variantı. 13-cü sual da bunun kimidir. 14-cü sual. Deməli, ən kiçik qiymətində bərabərliyi doğrudur. Deməli, biz bilirik ki, bax 3 sinus 4x. Yenə buranı bir alfa kimi görün. Orada 4x olmur, nə olur olsun. Deməli, A çıx 8 -3 ilə müsbət 3 aralığında qiymətlər alır. Çünki sinus alfa -1 müsbət 1-dir. 3-ə də vuranda -3 ilə müsbət 3. Bərabərliyin doğrudur. Deməli, bu bərabərsizliyi həll eləyək. A deməli, hansı aralıqda qiymət almalıdır? Hər tərəfin üzərinə 8 gəlir. 5, 11 aralığında qiymətləri almalıdır. A-nın hansı ən kiçik qiymətidir? Cavab olur 5. Qiymətlər çoxluğu. Yenə deyirəm, buna aldanıb qiymətlər çoxluğunu dəyişməyin. Cavab olur C variantı. -1, müsbət 1. Bu böyük bir alfadır. Yəni sən burada x-in yerinə elə bir dəyər verə bilərsən ki, 0 alsın. Elə bir dəyər verə bilərsən ki, pi bölü 2 alsın. Məsələn, 4-də 3x bərabərdir pi bölü 2-yə. Yəni ən böyük qiymətini tapmaq istəyirəm də. Tamam. Buradan x-i tapanda nə edəcəyik? Pi bölü 2-ni vuruq 3-də 4-ə ixtisar gedir. Məsələn, x-in yerinə siz aparıb 3-də 2 pi yazsaz, 3-də 2 pi yazsaz. Burada pi bölü 2 alınır. Yəni bir qiymətini ala bilir. -1 qiymətində yenə tənlik kimi qrup həll edib görə bilərsiniz. -1-i nə zaman alır? 3 pi bölü 2-də və yaxud -pi bölü 2-də. O dəyəri almaq mümkündür. X-in yerinə elə bir ədəd yaza bilərsiniz. Burada bir məhdudiyyət yoxdur axı. Məsələn, sizə versə belə sinus tutalım 1 bölü x. Burada artıq sən bilirsən ki, 0 qiymətin ala bilməyəcək. Yəni bu ifadə 0 ola bilmir axı. 1 bölü x 0-a bərabər ola bilmir. Bu ifadə üçün deyə bilərsən ki, sinus 0 ola bilmir, 0 dərəcə. 0 dərəcədə də 0 alır axı. Deməli 0 qiymətini almayacaq. Amma 0 qiymətin 0-da təkcə almır ki, pi-də də alır da. Amma pi-yə bərabər eləyib təzədən ala bilərsən. İndi müəyyən bir şərtlər qoymalıdır da. Bizə açığı o suallar düşməyib, görməmişəm. Nə buraxılışda, nə blokda bu qədər də, yəni arqumentdə də bir məhdudiyyət olsun. Amma ola bilər də düşünməyimiz üçün vacibdir. Sadəcə deyirəm, yadda qalsın. 16-cı sualda yenə cavab D variantı. Kosinusun qiymətlər oblasti -1, müsbət 1. Hansı koordinat başlanğıcından keçir? Bunları deməyi unutdum. Sinus tək funksiyadır. Kosinus cüt funksiyadır. Səbəb nədir? Bunu vahid radiuslu çevrədə də görmək mümkündür. Məsələn, tutalım ki, kosinus 30 dərəcədə köçdüyüz bölü 2 qiymətini alır. Yəni bunu. -30-da da eyni şey alacaq. -30. Eyni qiyməti alır. Amma sinus belə deyil.
Sinus -30-da artıq mənfi qiymət alacaq. Sinus nədir? Y oxudda mavi ox. Məsələn, sinus 30-da tutalım 2-də 1-dir, amma -30-da -2-də 1-dir. Artıq aşağıya düşüb. Sinus təkdir, kosinus cüt funksiyadır. İndi koordinat başlanğıcından keçən tək funksiyalardır. Yəni 0 verəndə 0 alınsın bir sözlə. Burada cavab elə olur A variantı. 0 verəndə 0 qiymətin alır. Qiymətlər çoxluğu. Yenə sinus bu ifadə bütöv. -1-dən -1 aralığında qiymətlər alır. -1 yazanda ən böyük qiymətini alacaq. 7. Elə bir 2-dən -5 bu da mənfidir. Toplamaya çevrilir. 2-dən 5 çıxanda da, yəni ən böyük qiymətini yazanda yerində də ən kiçik qiymətini alır da, çıxma var axı qarşısında. -3. Cavab olur -3 ilə 7 aralığı A variantı. 19-da bunun kimidir. 20-ci sual. Hər ikisi azalandır. Hər ikisi azalandır hansı rübdə? Bir baxaq. Birinci rübdə sinus artır. İkinci rübdə sinus azalır, kosinus da azalır. Çünki sola doğru hərəkət edirik də, aşağı düşür. Bu aşağı düşür. Burada da baxın, sinus aşağı düşüb. Buradaydı, gəlib düşübdü bura. Deməli azalma gedir. Kosinusda nə baş verir? Daha sağdaydı. Hərəkət elədikcə daha sola gedib. Bu da mənfiyə doğru hərəkət edib də. Yəni azalır. Hər ikisi azalır. İkinci rübdə C variantı. Sonra 22-ci sual. Fx üstəgəl f -x. Burada cavab olacaq 0 nəyə görə? Sinus x, kosinus x. Üstəgəl bizə deyir bir də f -x yaz da. Neyniyəcək? Sinus -x, kosinus -x. Buradan sinus x, kosinus x çıxılsın. Bax, sinus mənfini çölə çıxarır. Olur sinus x, kosinus x. Kosinus da mənfini udur. Bayaq sizə göstərdiyimdə, məsələn, sinus 30-da nə alırsa, -30-da da həmin qiyməti alır. Sinus 30-da 2-də 1 alırdı, -30-da da. Yəni orada -x və ya -x yazmağın bir önəmi yoxdur. Amma sinus üçün var. Sinus mənfini önə çıxardır. Burada da sinus x-dən kosinus x çıxanda cavab edir 0 B variantı. Sonra burada da cavab olacaq -1. Yəqin ki, artıq biz bilirik ki, bir-birinin əksi olacaq da. Kosinusudur, sinusudur. Gəldik bura. Bu ifadəyə məsələn diqqətlə baxaq. Sual asandır, amma çaşdırıcıdır. Bizə veribdi belə bir ifadə. Sinus -alfa bərabərdir -sinus alfa. Burada biz bu mənfini gəl önə çıxardaq. Olur -sinus alfa bərabərdir -sinus alfa. Biz modul ifadələr haqqında nə demişik? Əgər modul daxilindəki ifadə müsbətdirsə, özü mənfidirsə, əksi çıxır. Biz baxırıq ki, modul daxilindəki ifadə -sinus alfadır. Çölə də -sinus alfa çıxır. Deməli, -sinus alfa müsbətdir. -sinus alfa müsbətdirsə, sinus alfa -1 ədəddir. Baxın, burada elə bir ki, bunun yerinə -1 olub. Məsələsini deyirəm. Bu bunu müsbətləşdirib. Çölə də 1 kimi çıxa bilməyəcək axı. Yəni burada sinus alfamız -1-dir. Burada da yenə müsbət 1 çevirməkdən ötürü olduğu kimi çıxıbdır. Sadəcə bu. Müsbətdirsə, özü mənfidirsə, əksi. Sinus alfamız mənfidir. Sinus da hansı rüblərdə mənfidir? Aşağı düşən rüblərdə də y oxunun mənfi olduğu yerlərdə. Bu da haradır? Biri 3-cü rübdür, biri də 4-cü rüb. Cavab olur C variantı. 25-ci sualı özünüz düşünərsiniz. Ya da gəlin yazın, kosinusdan olan sualların bayaqdan heç birini yazmamışıq. Görürsünüz, kosinus alfadır, çölə də kosinusun özü çıxıb. Kosinusun müsbət olduğu rüblərə baxaq. Haradır? Y oxundan sağda yerləşənlər. Bu hissədə x oxunun müsbət olduğu yerlər burada. Burada nədir? 1-ci rüblə 4-cü rüb. B variantı. Bərabərliklərdən hansı doğru ola bilməz? Qiymətlər oblastını biz bilirik. Sinusdan kosinusun. -1-dən -1 aralığında qiymətlər alınmalıdır. 0,5-ə bərabər ola bilər. Bu doğrudur. Bu ola bilməz. Çünki kök altda 5-i kök altda 4-ə böləndə 1-dən böyük ədəd edir. 1-dən böyük ədəd alına bilməz. Üçüncü də olar. Kökdə 3-ü 4-ə böləndə 0-dan 1 ilə 0 arasında isə bir ədəd olur. Buradakı ifadəni müqayisə eləsək, kökdə 5-dən çıxır, təqribi olaraq tutalım 2,1.
Çıxılsın 4, bu bizə verəcək -1,9. Yəni -1-dən balaca verir. Ona görə bu da olmaz. 2 ilə 4 olmaz. B variantı. Sonra 3-cü rübə aiddir. 27-ci sual. 3-cü rübdə kosinus biz bilirik ki, nə? Mənfi qiymətlər alır da. Burada da axı. 3-cü rübdə. Mənfi qiymətlər alırsa çölə əksi çıxır. Bax, kosinus alfa yox, çölə mənfi kosinus alfa çıxacaq. Cavab olacaq belə. Kosinus alfa çıxılsın, mənfi kosinus alfa. Kosinus alfa olduğu kimi çıxmır. Əksi çıxdı çölə. Bu da eləyəcək 2 kosinus alfa. D variantı. 4-cü rübdə sinus üçün baxırıq. Sinus 4-cü rübdə mənfidir. Y oxuyun mənfi olduğu yerlər. Mənfidirsə çölə əksi çıxacaq. Buradan çıxacaq mənfi sinus alfa üstəgəl sinus alfa. Bunları da toplayanda bizə verir 0. Funksiyaların hansının dövrü var? Deməli, sadə bir Y variantı ən sadə olaraq görə bilərik ki, burada nədir? Sinus 2-də 3x-in dövrü olacaq. Cavab olur Y variantı. Burada məsələn biz x çıxılsın var da. Bu funksiya məsələn qrafikini indi dəqiqliyi ilə göstərə bilməyəcəm. Amma deyə bilərik ki, məsələn burada x artdıqca bu onsuz da -1 ilə müsbət 1 aralığında qiymətlər alır da. Amma x-i artırdıqca bu funksiyanın təqribi olaraq qiyməti baxın belə bir şeylər olacaq. Belə. Müəyyən bir aralıqdan sonra heç orada sinus ona təsir eləyə bilməyəcək, funksiyamız düz görsənəcək. Baxın bu qaydada. Təqribi olaraq belə bir qiyməti var. Burada da belə bir şey olacaq. Və yaxud x-a vurmada həmçinin x bir radianla ifadə olunacaq da artıq orada funksiyanın qiymətləri dəyişəcək. Buna gəlin desmosda baxaq. Məsələn, x çıxılsın sinus x. Görək bizə nə verir? X çıxılsın sinus x. Görürsünüz, biraz parabolaya oxşuyur, amma gəlir, burada biraz əyrilir, təzədən biraz qalxır və bu formada davam eləyəcək. Mən bunu kiçildim. Və müəyyən vaxtdan sonra bu bizə düz xətt kimi görsənməyə başlayacaq. Uzaqlaşdıqca baxın. Çünki sinus x -1 müsbət 1 aralığında çox da təsir eləyə bilmir. Və yaxud da o birisi nədir? X sinus x. O da həmçinin. X sinus x. Burada yenə müəyyən vaxtdan sonra baxın, buralıqda əyib bükę bilir. Burada niyə əyib bükę bildi? Sinus müəyyən bir aralıqda mənfi, müəyyən bir aralıqda müsbət verdi. Məsələn, modulda olsaydı tamam fərqli görsənəcəkdi. Yəni bu şəkildə göstərir bizə. Yəni dövr nədir? Təkrarlanma olsun. Burada təkrarlanma yoxdur axı. Deyə bilərsiniz xeyr, təkrarlanma deyil. Mən bu funksiyanı müəyyən bir yerdən kəsib arxasıca calaya bilmirəm. Amma sinus x-a baxın. Biz nə edə bilirik? Məsələn, mən bu funksiyanı 0-da kəsib, bir də 2pi-də kəsib, bu formada kəsib, calasaq arxasıca yenə gələcək, eyni formada olacaq. 4pi-yə kimi yenə baxın. Sanki bax, buradan bura belə gəlib, buradan yenə eyni qayda belə gəlib, sonra yenə eyni qayda davam edib. Amma digərlərində dövr yoxdur. Cavab oldu Y variantı. 30-cu sual. Funksiyanın qiymətlər çoxluğu. Burada ən yaxşısı istifadə eləməkdir. Ya sinusu kosinusa, ya da kosinusu sinusa çevirin. 3 vurulsun. Sinus kvadratı əvəzinə yazaq. 1 çıx kosinus kvadratı. X. Üstə gəl 7 kosinus kvadratı x. Bu mötərizəni də açanda olur. 3 üstə gəl. -3 kosinus kvadratının üstünə 7 kosinus kvadrat gələndə olur 4 kosinus kvadratı x. Və biz bilirik ki, kosinus kvadrat olduğuna görə 0 ilə 1 aralığında qiymətlər alır. 0 yazanda 3-ə bərabər olacaq. 1 yazanda da 7-yə. 3, 7 aralığında hesablamada səhv elədik. Yox, buradakı sualdır. Cavab olur C variantı. 31-ci sual da bundandır. 32-ci sualda biz əslində fərqli
Məsələn, burada köməkçi buzaq əlavə eləyə bilərdik. Sadəcə keçməmişik deyə sadə olaraq belə düşünək. Kökdə 2 necə bir ədəddir? Kökdə 2 birdən böyükdür. Birdən böyük bir ədəddirsə, bunlardan heç biri mənfi ola bilməz. Nə bu mənfidir, nə də bu. Çünki məsələn, bu mənfi 0,5-dirsə, bu gərək 1,6 qiymətini alsın ki, bu ikisinin cəmi birdən böyük olsun. Axı kosinus da birdən böyük qiymət ala bilmir. Ən böyük qiyməti 1-dir. Deməli, burada da bir müsbət ədəd alınır. Burada da. Və yaxud bu 1-ə bərabər olsa, bu da müsbət qiymət ədəd alsın. Bir sözlə ikisi də müsbət olmalıdır. İkisinin də müsbət olduğu rüb birinci rübdür də. Baxın, x oxu da müsbətdir, y oxu da müsbətdir. İkisinin də müsbət olduğu rüb birinci rübdür. 33-də də məlum məsələdir. İkisinin də mənfi olduğu rüb olmalıdır. O da üçüncü rübdür. İkisi də mənfidir üçüncü rübdə. Kosinus da mənfidir, sinus da mənfidir. Cavab olur B variantı. Burada nədir? İfadəsini sadələşdirin. Aha, dördüncü rüb bucağıdırsa yenə ya özü çıxır. Başlayın. Aha, deməli, dördüncü rüb modula verməyinin səbəbi nədir? Ya özü çıxır, ya da əksi. Dördüncü rübdə sinus mənfidir, əksi çıxır. Mənfi sinus. Beta. Bunları da toplayanda 0 edir də. Heç bura baxmağa dəymir. 0 nəyə vursaq 0-dır. Cavab olur C variantı. 35-ə də özünüz baxarsınız. Yenə mənfidirsə əksi, müsbətdirsə özü çıxacaq. İkinci rübdə düşünərsiniz də. Sinus mənfi verir, kosinus mənfi verir. 36-cı sual. Verilən ədədlərdən hansına bərabər? Yəni mənfi 1-lə müsbət 1 aralığında hansı yerləşir? Cavab olur Y variantı. Ola bilməz. Çünki pi demişik 3,14-ə bərabərdir. 3-ə böləndə 1-dən böyük ədəd edir. O da ola bilməz. 37-də bunun kimidir. 38 qiymətlər çoxluğu. Sinus biz bilirik. Mənfi 1-lə müsbət 1 aralığında qiymətlər alır. 5 çıx sinus x-in deməli qiymətlər aralığına baxaq. 1 yazanda ən kiçik qiymətini alacaq, yəni 4. Mənfi 1 yazanda da ən böyük qiymətini alacaq. Elə bir 5-in üstünə 1 gəldikdə 6. Bax, deməli bu ifadə bütövlükdə 4-dən 6 qiymətini alır. Amma kökün altında olduğuna görə kökdə 4-lə kökdə 6 olur. Kökdə 4 də 2-yə bərabərdir də A variantı. Yəni ən balaca 4 alır. 4-dən də 2 çıxır. 39 eynən 40-cı suala biz məsələn bu da radianı ifadə edir uşaqlar. 1 radian təqribi olaraq 57 dərəcə deyə bilərik. 57 dərəcə. Radian haqqında çox danışmamışıq, düzdür. Amma eybi yox. Ya da əvvəlki videolarda ola bilər ki, var. Baxmağınız tövsiyə olunur. Deməli, kosinus 4 dərəcə. Kosinus 4 dərəcə kosinusun böyük aldığı qiymət olacaq. Baxın, 4 dərəcə. Burada əslində rüblərindən də baxa bilərdik. 4 dərəcədə təqribi olaraq, məsələn, 1-ə yaxın bir qiymət alır. 0,95. Təqribi olaraq 4 dərəcədə çox böyük qiymət alır. Yaxşı, 4 radiana baxaq. Radianla dərəcəyə çevirsək, gəlir düşür bu 3-cü rübə. 3-cü rübdə kosinus mənfi qiymətlər alır. Mənfi qiymətlər. Heç dərəcələri nədir? Qiymətlərin heç hesablanmasını qoysaq qırağa. Kosinus 4 mənfidir. Kosinus 4 dərəcə. Baxın, burada dərəcə var. Amma burada yoxdur. Ona görə bunu radianla qəbul edirik. 4 dərəcə sinus C-də 0-a bərabərdir də. Burada deməli, müqayisə eləyəndə ən balaca A-dır, ən kiçik A-dır. Sonra gəlir C, ən böyük də B-dir. Cavab olur C variantı. 41-i özünüz düşünərsiniz. Funksiyasının qiymətlər çoxluğu. Bu ifadədə nəyə diqqət eləmək lazımdır? Kotangens keçəcəyik o heç. Amma kotangens təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa deyil. Kotangens 0 və pi-də təyin olunmayıb. Bu ifadəni biraz sadələşdirək hələk. Kosinus x üstə gəl. Sinus x vurulsun. Kotangens biz bilirik ki, kosinus x bölünsün sinus x-dir. Sinus x-lar gedir. Cavab qalır 2 kosinus x. Deyə bilərsiniz ki, kosinus x mənfi 1-lə müsbət 1 aralığında qiymətlər alır. Bu ifadənin də qiymətlər çoxluğu olur mənfi 2 ilə müsbət 2. Yanılmırsınız. İfadəni birbaşa bizə versəydi,
Mənfi 2 ilə müsbət 2-ni daxil edəcəkdik. Amma kosinusun mənfi 1 olduğu yerdə sinus 0-dır. Axı kotangensdə kosinus böl sinusdur. Yuxarıdakı ifadəni mənasızlaşdırır. Məxrəcdə 0 yaradır və ya kotangens kosinus mənfi 1-ə bərabərdir pi-də. Kotangens pi-də də təyin olunmayıb və ya 0-da da 1-ə bərabərdir. Orada da təyin olunmayıb. Ona görə burada mənfi 2 ilə müsbət 2-ni daxil etməyəcəyik. Bunu yenə gələcək dərsin bundan sonraki bölməmizdə tangenslə kotangensi keçəndə anlaşılacaq ki, tangenslə kotangens niyə təyin olunmayıb, xətləri necədir, qrafiki necədir. Sadəcə indiki üçün yadımızda saxlayaq ki, kotangenslə tangens görəndə ağlımıza bir şey gəlməlidir. X istənilən qiyməti ala bilməz. Məhdudiyyət var. 43 də bundan da sadələşdirəcəksiniz. Yenə buna bənzər ifadə alınacaq, amma daxil olmayanı götürəcəksiniz. 44. Qiymətlər çoxluğu. Burada uşaqlar iki qat arqument düsturundan istifadə eləməliyik yəqin ki. Yenə keçmədiyimiz, yəni toplama teoremindən sonra keçəcəyik bunu. Sinus x, kosinus x. Bu ifadəni necə dəyişəcəyik? Mən bu ifadəni 2-yə, bir də 2-də 1-ə vururam. Səbəbi var. Çünki 2 sinus x, kosinus x. Bax, bu hissə bizə verir sinus 2x. Sinus 2x. Deməli, bu ifadə bütövlükdə bərabərdir. 2-də 1 sinus 2x-a çıxılsın 2-də 1. Qiymətlər oblastını istəyir də bizdən. Burada da elə 2-də 1-i çıxardaq mötərizə xaricinə. Qalsın sinus 2x çıx 1. Sinus 2x-in qiymətlər çoxluğu mənfi 1-lə müsbət 1 aralığıdır. Mənfi 1 yazanda mənfi 1-dən 1 çıxırıq. Mənfi 2. Mənfi 2-ni 2-də 1-ə vuranda edir mənfi 1. 1 yazanda sinus x-in yerinə 1-dən 1 çıxırıq 0, 0 da 2-də 1-ə vuranda 0. Cavab olur mənfi 1-lə 0 aralığıdır. Y variantı. Yenə deyirik, keçmədiyimiz bir hələ ki gələcəkdə görəcəyimiz bir şeydir. Bilməsək də problem deyil. Amma sinus 2x, 2 sinus x, kosinus x, sinus 2x-ə bərabərdir. Qəribə bir düstura bənzəyir hələ ki, gələcəkdə çox daha rahat olacaq. 45-44-ün ardı kimi yenə bir dəfə 2-də 1-ə vurun, bir dəfə də 2-yə vurun. Sinus 2x yaransın. Sinus 2x-in də qiymətlər oblastı yenə mənfi 1-lə müsbət 1-dir. 46 da 45 kimidir. Sadəcə burada kvadrat var. Ona görə nə edəcəyik? 4-də 1 vurulsun. 4 sinus kvadratı x, kosinus kvadratı x. Bu nədir? Niyə 4-ə vurduq burada? Deməli, biz dedik ki, 2 sinus x kosinus x bərabərdir sinus 2x-a. Sol və sağ tərəfi kvadrata yüksəldəndə nə olur? 4 sinus kvadratı x kosinus kvadratı x bərabərdir sinus kvadratı 2x-a. Yəni biz bu hissəni sinus kvadratı 2x kimi yazacağıq. Sinus kvadratı 2x. Qarşısında da 4-də 1 olacaq. Deməli, ifadəni tam olaraq yazaq. Y bərabərdir 5 çıxılsın 4-də 1 sinus kvadratı 2x. Kvadrat olduğuna görə də 0-dan 1 aralığında qiymətlər alır. Sinus kvadratı 2x olduğuna görə. Arqumentə fikir vermir ya bu kvadrata görə. Deməli, 0 yazanda ən böyük qiymətini alacaq 5. 1 yazanda da ən kiçik qiymətini alacaq. 5-dən də 4-də 1 çıxanda 4 tam 4-də 3. Cavab olur A variantı. 4 tam 4-də 3-ü də çevirib düzgün olmayan kəsrə. Bu belə. Ümid edirəm anlaşılır. Yenə deyirəm, keçmədiyimizdir, amma ən azından məsələn sinus kvadratı bu hissədən sonranı başa düşməyə çalışın. 48-ci sual. Burada məsələn ilk olaraq ağla gələn nədir? 6-nı mötərizə xaricinə çıxarmaq. Çıxarsaq mötərizə xaricinə qalır sinus üstü 4x üstə gəl kosinus üstü 4x. Burada da uşaqlar, köməkçi müxtəsər gəlməlidir ağlımıza. Köməkçi müxtəsər deyəndə nəyi nəzərdə tuturuq? Belə yazaq ifadəni. 6 vurulsun sinus kvadratı x üstə gəl kosinus kvadratı x çıxılsın a kvadrat üstə gələk b kvadratı kimi görün də. A üstə gəl b-nin kvadratı çıx 2ab. Çıxılsın. Çünki bunun açılışında sinus üstü 4 var. Kosinus üstü 4 var. Bir də 2 sinus kvadratı x, kosinus kvadratı x var. Mən o 2 sinus kvadratı
x-i kosinus kvadratı x-i çıxıram ki, ifadə dəyişikliyi olmasın. Bunun üzərində kvadrat yazmamışam. Və biz bilirik ki, sinus kvadratı x-la kosinus kvadratı x-in cəmi 1-dir. Deməli, ifadəni birazca da sadələşdirək. 6 vurulsun, 1 çıxılsın, 2 sinus kvadratı x, kosinus kvadratı x. 6-nı da mötərizəyə vuraq. 6 çıxılsın, 12 sinus kvadratı x, kosinus kvadratı x. Bayaqki düstura qayıdırıq yenə. 4 sinus kvadratı x, yəni bu ifadəni də belə yazaq da. 6 çıxılsın, 3 vurulsun, 4 sinus kvadratı x, kosinus kvadratı x. Bu hissə bizə verir sinus kvadratı 2x. Deməli, yazacağıq 6 çıxılsın, 3 vurulsun, sinus kvadratı 2x. Və artıq bunun qiymətlər olmasını biz bilirik. 0 yazanda ən böyük qiymətini alacaq 6. 1 yazanda da ən kiçik qiymətini alacaq. 1-i 3-ə vururuq 3. 6-dan da 3 çıxırıq. 3. Cavab olur 3, 6 aralığı. A variantı. 49 da bunun kimidir. Özünüz yazarsınız. 50-ci sual. 50-ci sual köməkçi uzaq əlavə etməklə əslinə göstərilməlidir. Bunu da yenə toplama teoremini keçəndən sonra görə bilərik. Burada deməli nədir? Ümumiyyətlə, belə bir ifadə görəndə A sinus x, üstəgəl çıx, fərq eləmir. B kosinus x. Bu iki, məsələn, hər hansısa bir bunların əmsallarıdır da, aynən. Arqumentləri amma eyni olmaq şərti ilə, hər ikisində x və ya 5x, 3x, hər ikisində eyni olsun. Ən böyük və ən kiçik, yəni qiymətlər oblastını tapanda belə tapacağıq. Mənfi kök altında a kvadrat üstəgələk b kvadratdan kök altında a kvadrat üstəgələk b kvadratına kimi. Yəni sadədir. Sadəcə burada 5 ilə 12-yə fokuslanıq. Bir də bura baxmalıyıq ki, arqumentlər eyni olsun. Baxırıq bu 12-dir, bu 5-dir. Kvadratlarını toplayanda 13-ün kvadrat edir də. Deyəcək ki, bunun qiyməti mənfi 13-dən müsbət 13 kimi. Vəssalam, cavab olur Y variantı. 51 də bundan da özünüz yazarsınız. Yəni, bu sadəcə bir düsturdur. Bu hissəni qeyd eləyə bilərsiniz. Bunu yazaq belə. Y bərabərdir. Burada da Y daxildir. Yəni, bu aralıqda olacaq Y-in aldığı qiymətlər. 52. Yəqin ki, yenə mənfi müsbətə baxacağıq. Ya da ki, çevirmədən istifadə edəcəyik burada. Çünki kosinus 87 sinus 3-ə bərabərdir axı. 90-a tamamlayıcı bucaqlarda demişik. Sinus da artan bir bucaqdır. Ona görə S burada ən böyükdür. Sonra B'dir, sonra A. Cavab olur A variantı. Bunu necə görək? Yenə dairəni çəkib görmək mümkündür. Sinus 1 dərəcədə məsələn buradakı qiyməti alır. Baxın bunu. İkinci dərəcədə böyükdür axı. Düzdür, 2 dərəcə böyümür, daha çox göstərir. Amma əsas məqsəd nədir burada göstərmək? Dərəcə artdıqca, baxın, qırmızı bucaq bu qədərdir. Mavi bucaq bu qədərdir. Nədir? Qara bucaq deyək də buna. Qəhvəyi bucaq da daha böyükdür. Yəni, birinci rübdə bucaq artdıqca sinusunda dərəcəsi artır. İkincisinə gələk. Bu da kosinus üstü. Kosinus amma azalan bir funksiyadır birinci rübdə. Ona görə burada ən böyük olacaq A. Sonra B, sonra C. Cavab olur D variantı. Bunu da yenə buradan görə bilərik. Bax, kosinus tutalım 1 dərəcədə buradakı qiyməti alır. İkinci dərəcədə buradakı qiyməti alır. Üçüncü dərəcədə də buradakı qiyməti alır. Yəni, sola çəkilir də getdikcə. Daha da kiçilir. Nə sualdır bu? 70, 79 sual. Biz neçədəyik? 54-cü sual. Qiymətlər çoxluğu. Sinusun deməli ən kiçik qiymətində ən böyük qiymətini alacaq. Çünki məxrəcdə daxil. Sinus burada ən kiçik 0 alır. Çünki moduldadır. 8-i 1-ə böləndə eləyir 8. Ən böyük qiyməti də 1-dir. 1 ilə 1-i toplayırıq 2. 8-i də 2-yə böləndə 4. 4-8 aralığı. Cavab olur C variantı. 55-də bunun kimidir. Məxrəc ən kiçik qiymətində funksiya ən böyük qiymətini alır. Məxrəcin ən böyük qiymətində də ən kiçik qiymətini alır. Özünüz düşünərsiniz. 56-cı sual. Gəlin baxaq. Burada necə baxa bilərik uşaqlar? Burada məsələn tam kvadrat ayıra bilərik və yaxud x0-ın düsturu
kvadratik bir ifadədə ifadənin ən kiçik və ya ən böyük qiymətinin tapılması. Ondan istifadə edə bilərik. Gəlin tam kvadrat ayıraq, sizə də rahat olsun. Deməli, kosinus kvadrat x çıxılsın kosinus x. Nə deyirəm? Deyirəm kosinus x-a bir t deyim. Və bunu burada yazmağı da unutmayaq. Elə burada da yazaq. T-nin ala biləcəyi qiymətlər -1-lə müsbət bir aralıqdır. Yəni qiymətlər olmaz. Bunu nəzərə alaq. İndi aparaq kosinus x-in yerinə t yazaq. Y bərabərdir t kvadrat çıxılsın t. Tam kvadrat ayırmaq nədir? Tam kvadrat ayıranda bizə bax bu ikisi elə bəs eləyir. Necə yazacağıq? Yazırıq belə. T çıxılsın 2-də 1-in kvadratı. Niyə belə yazdım? Açılışında bizə nə verir? T kvadrat verir, verir. Birincinin ikinciyə hasilini 2 misli verir. Bir də sonda üstəgəl 4-də 1 verir. İkincinin kvadratı. Amma burada 4-də 1 yoxdur. Ona görə 4-də 1 də çıxacaq bu ifadə. Artıq mən bu ifadənin ən kiçik qiymətini deyə bilirəm. Bu ifadənin ən kiçik qiyməti -4-də 1-dir. Çünki bu kvadratik bir ifadədir. Bura minimum 0 verir. 0-dan balaca vermir. 0-dan da 4-də 1 çıxanda -4-də 1. -4-də 1 bu ifadənin ən kiçik qiyməti. Yaxşı, -4-də 1-i nə zaman alır? T-nin yerinə 2-də 1 yazanda. T 2-də 1 ala bilirmi? Ala bilir. 2-də 1 bu aralığa düşür də. Deməli, bu funksiyanın ən kiçik qiyməti olur -4-də 1. Hə, bizə qiymətlər çoxlamaq istəyir. Ən kiçik qiyməti yox. Yaxşı, ən böyük qiymətini alması üçün t-nin yerinə burada -1 yazmalıyam. -1-dən balaca yaza bilmərəm. 1-dən də böyük yaza bilmərəm. Niyə -1 yazıram? Qoy modulu burada böyük bir ədəd alınsın. Modulu çox böyük ədəd alınsın burada. Məsələn, -1,2-də 1-in kvadratı daha böyük ədəd eləyir axı. Nə qədər böyük ədədsə, kvadratı bir o qədər böyükdür. Modul nə qədər böyüksə. -1 yazanda olur -2-də 1, 1,2-də 1 kvadratı. Kvadrat mənfini itirəcəkdir onsuz da. Çıxılsın 4-də 1. Bu eləyir 4-də 9, çıx 4-də 1. 4-də 9-dan 4-də 1 çıxanda 2. Cavab olur -4-də 1 ilə 2 arası. B variantı. 56-cı sualda. 57-ci suala 56 idi. Aha, 56. 57-ci suala baxırıq. Ortaq məxrəcə gətirək. İlk öncə ağlımıza gələn bu. Olur sinus kvadratı x, kosinus kvadratı x. Surətdə də kosinus kvadratı x üstəgəl sinus kvadratı x. Və burada biz nə görürük? Yuxarıdakı biz bildik ki, kosinus kvadratı ilə sinus kvadratının cəmi 1-dir. Aşağıda da sinus kvadratı x, kosinus kvadratı x. Deməli, burada nə edəcək uşaqlar? Burada surəti və məxrəci 4-ə vuracağam. Niyə görə? Qoy burada bu dəyişsin də. Bayaq dedik 4 sinus kvadratı x, kosinus kvadratı x, sinus kvadratı 2x-dir. Yuxarıda da 4. Deməli, məxrəcin ən böyük qiymətində funksiya ən kiçik qiymətini alır. Məxrəcin ən böyük qiyməti 1 olur. 4-ü 1-ə böləndə edir 4. Bu ifadənin ən kiçik qiyməti 4. Ən böyük qiyməti də müsbət sonsuzluğa doğru davam edəcək. Niyə görə? Məsələn, biz deyirik ki, bu 0 ilə 1 aralığında qiymətlər alır da. Məsələn, 0,1 yazdım. 4-ü 10-da 1-ə böləndə eləyəcək 40. 100-də 1 də bu aralıqda hatta. 4-ü 100-də 1-ə böləndə eləyəcək 400. 1000-də 1-ə böləndə 4000 və bunu sonsuzluğa doğru aparmaq olar. Cavab ona görə olur burada B variantı. 4-dən müsbət sonsuzluğa. 58. Bunu elə testin üzərindəcə baxaq. Hansı müsbətdir? Tək dərəcədən də əsas da mənfidir. Burada mənfidir. Kosinus 122-ci rübdə. Bu da mənfidir. Sinus 3-cü rübdə bu da mənfidir. Ona görə ifadə bütövlükdə mənfidir. Bu burada eləyir mənfi. Bu burada eləyir sinus müsbətdir. Amma burada bunun önəmi itir. Niyə görə? Bu o qədər kiçik bir mənfi ədəd verir ki, burada sinus istəyir mənfi olsun, istəyir müsbət, önəmi yoxdur. Yəni bu mötərizə bütövlükdə bizə mənfi verəcək. Mötərizə bütövlükdə mənfidir. Kosinus 60-da da müsbətdir. Mənfini müsbətə vuranda eləyəcək mənfi. Gəldik. Aha. Gəldik üçüncüyə. Kosinus bu üçüncü rübün bucağıdır, mənfidir. Sinus bu da üçüncü rübün bucağıdır, mənfi. Mənfi ilə mənfini toplayanda surətdə mənfi alındı.
Məxrəcdə də mənfidir. Bu elədi müsbət. Üçüncü müsbət oldu. Hansının qiyməti müsbət? Cavab olur Y variantı. Üçüncü. Burada bax, bunların önəmi yoxdur. Niyə görə? Mənfi 2/99 o qədər kiçik mənfi bir ədəd ki, üstünə kosinusun neçə dərəcəsini gəlirsən gəl və ya çıx, mənfi olaraq qalacaq. Beşincidə də bu mənfidir. Sürət ümumiyyətlə mənfi verir bizə. Yenə deyirəm, bu önəm daşımır. Düz deyə, yəni görmək olur yenə də, amma önəm daşımır o qədər də. Mənfi eləyir, sürət mənfi, aşağı müsbət, mənfini müsbətə böləndə mənfi. Cavab oldu Y bir sözlə. 59-u özünüz düşünərsiniz. 60-cı sual. Funksiyasının əsas dövrü. Burada əkov tapmaq yox. Gəlin sadələşdirmə aparmağa çalışaq. Bilirik, yox, ehtiyac yoxdur. Sinus x, kosinus 3x çıxardaq mötərizə xaricinə. Olur sinus 3x, kosinus 3x. Çıxartdıq. Buradan qalır sinus kvadratı. Üstə gəl, buradan da qalır kosinus kvadratı 3x. Və biz bilirik ki, bu 1-ə bərabərdir. Bu getdi. Qaldı 3. Sinus 3x, kosinus 3x. Burada da demişik 2-yə vurub, bir də 2-də 1-ə vura bilərik. Və bu hissə bizə nə verir? Sinus 6x. Sinusun da dövrünü tapanda 2pi'ni bölürük x'in əmsalına, yəni 6-ya. Bu da edir pi bölü 3. Cavab olur Y variantı. Bərabərliklərdən hansı doğru ola bilməz? Deməli, sinusun aldığı qiymətlər aralığını bilirik. Mənfi 1, müsbət 1. Yəni, ifadələri yoxlamalıyıq ki, görək bu mənfi 1 ilə müsbət 1-in arasına düşürük. Kosinus 10 dərəcədə. 0 tam neçəsə verir uşaqlar. Məsələn, 10-da 8 versin və yaxud 10-da 9 versin. Siz 1-i 10-da 9-a bölmək nədir? Yəni, tərsini tapırsan da 9-da 10. Yəni, 1-dən böyük ədəd alınır. 1-dən böyük ədəd alınırsa, birincisi ola bilməz. Gəldi ikincisinə baxaq. İkincisində deməli, ifadədə nə edə bilərik? Məlum məsələdir. Yox, burada heç çox düşünmək lazım deyil. M-lə N 0-dan böyükdür. M-nı hər hansısa bir ədədi elə özündən böyük ədədə böləndə nə eləyir? 0 tam neçəsi eləyəcəkdir. Yəni, birdən böyük ədəd alına bilməz. Ona görə ikincini götürə bilərik. Üçüncüyə gələk. 4-cü dərəcədən 82-dən çıxır 3 tam onda 1. Çıxılsın 4. Bu da təqribi olaraq olsun mənfi 0 tam onda 9. Yəni 0 tam neçəsə verəcək. Üçüncünü də götürmək olar. Dördüncüyə baxaq. M üstəgəl N və M-in hasili 1-dir. Bir-birinin tərsi 2 ədəd var. Yerinə ədəd qoyub yoxlaya bilərik və yaxud burada xüsusi bir bərabərsizlik var. Onu da görmək mümkündür. Onu yazmıram. Yerinə bir ədəd təsəvvür edin. Məsələn, 2 ilə 2-də 1. Hasili 1-dir də. Amma hər hansısa tərs ədədin, 2 tərs ədədin cəmi bizə 1 verə bilməz. Bizə 1-dən balaca və ya mənfi 1 ilə müsbət 1 aralığında ədəd verə bilməz. Ümumiyyətlə, hər hansısa 2 tərs ədəd var. Məsələn, biri A olsun, bir də 1 böl A. Bu ifadənin həqiqi ədədlər üçün gedir söhbət. Bu ifadənin ala biləcəyi qiymətlər mənfi 2 ilə müsbət 2 aralığında 2-dən böyük olmalıdır. Mənfi 2-dən balaca. Yəni, mənfi ədədləri yazanda da mənfi 2-dən balaca. Yəni, mənfi 2 ilə müsbət 2 aralığındakı ədədləri ala bilmir. Bu ədədləri ala bilmir. Bizə də sinusun mənfi 1 ilə müsbət 1 aralığındadır axı. Ona görə bu ifadə olmaz. Gəldik 5-ciyə. 5-cidə gəlin çarpaz vurma eləyək. Olur nə? Sinus alfa, kosinus alfa bərabərdir 0,6. Bərabərliyin sağın solun 2-yə vursaq, olur 2 sinus alfa, kosinus alfa bərabərdir 1/2. Bu da bizə nə verir? Sinus 2 alfa verir də. Sinus 2 alfa bərabərdir 1/2. Sinus 1-dən böyük qiymət ala bilməz. Ona görə bunu da götürə bilmərik. Deməli, hansıları götürmədik? 1, 4 və 5. Cavab olur A variantı. Bu bayaq yazdırdığım düsturdur. A sinus alfa, B kosinus beta. Toplama və ya çıxma olmağının bu ortada önəmi yoxdur. 83-cü sual. Parametrinin neçə tam qiymətində ödənər? Maraqlı bir sualdır. Görək necə yazırıq.
Mötərizəni açaq. 1 üstəgəl 2a üstəgəl a kvadratı bərabərdir 1 üstəgəl a sinus x. Burada birlər getsin. Hər tərəfi a-ya bölmək biraz absurddur. Gəlin a sinus x o tərəfə keçirək. Olsun belə bir ifadə. A kvadratı üstəgəl 2a çıxılsın a sinus x bərabərdir 0-a. Buradan a-nı mötərizə xaricinə çıxarsaq, qalır a üstəgəl 2 çıxılsın sinus x bərabərdir 0. Biz nə bilirik? Bu ifadənin 0-a bərabər olması üçün ya bu 0 olmalıdır, ya da mötərizənin içi 0-a bərabər olmalıdır. A-nın yerinə 0 yazanda ödəyir. A-nın bir qiymətini tapdıq. A bərabərdir 0. İndi bu ifadəni 0-a bərabər eləyək. A üstəgəl 2 çıx sinus x bərabərdir 0. Buradan da sinus x bərabərdir nəyə? A üstəgəl 2-yə. Yəni bizə nə lazımdır? Sinus x deməli a üstəgəl 2-yə bərabər görək hansı hallarda ola bilər. Və biz bilirik ki, sinus x-in aralığı -1 müsbət 1-dir. Deməli bu da -1 ilə müsbət 1 aralığında olmalıdır. Yəni a üstəgəl 2 -1-dən müsbət 1-ə kimi. Hər tərəfdən də 2 çıxsa, a-nın aldığı aralığı tapa bilirik. -3-dən -1-ə kimi. Burada hansı ədədlər yerləşir? -3 yerləşir, -2 yerləşir, -1 yerləşir. 3 dənə ədəd burada, 1 dənə ədəd burada. Cavab olur 4. 63-ün cavabı olacaq 4. 4 dənə tam qiymətində bərabərliyi ödənər. Maraqlı bir sual idi. Davam eləyək. 64 ifadəsinin qiymətini tapın. Burada sadəcə nə edə bilərik? Birinci açaq modulları. Biz bilirik ki, kosinusun ən böyük qiyməti 1-dir. 1-dən 5 çıxanda. Yəni burada kosinus ən böyük qiyməti 1-dir axı. 5 çıxanda mənfi ədəd edilir. Biz də demişik, moduldakı ifadə mənfidirsə, çölə əksi çıxır. Olacaq 5 çıx kosinus alfa üstəgəl. Burada da sinus ən böyük 1 alır. 3-dən 1 çıxanda onsuz da müsbət. İkincisi olduğu kimi qalır. 3 çıxılsın sinus alfa. Bərabərdir 7. Buradan olur nə? 8 çıxılsın. Bu ikisini mötərizəyə alaq. Kosinus alfa üstəgəl sinus alfa. Bərabərdir 7. Bu da məlum məsələdir. 1 olmalıdır. 8-dən 1 çıxanda 7 edir. Bizdən istədi kosinus alfa ilə sinus alfanın cəmidir. 65 parametr nədir? Əsas dövrü pi böl 5. Yəni x-in əmsalı pi böl 5-dir. Yəni bu ifadəni biz 5-ə bərabər edəcəyik. Bir də -5 də ola bilər uşaqlar. Çünki tərsinə də dövr eləyə bilir də. Tərsinə də dövr eləyə bilər. Fərqi yoxdur onun. Bir dəfə 5-ə bərabər eləyək. 5-ə yox, 10-a. Çünki 2 pini bölüb də onun dövrünə bərabər olub nəyə? Pi böl 5-ə. Burada t nəyə bərabər? T bərabərdir 10 olmalıdır da. T deməyək, x deyək buna. X də desək düz gəlir. K deyək. K. Yəni burada x-in əmsalı, bax bu 10-a bərabər olmalıdır. Bir də -10-a bərabər ola bilər. İkisi də ola bilər. Deməli, 10-a bərabər eləyəndə a bərabər olur müsbət -5. Yəni bu ifadəni 10-a bərabər eləyirik də. 15 bərabərdir 10. Buradan a bərabərdir müsbət -5. Bir dəfə də 5-ə bərabər eləyək. A kvadrat 5-ə deyirəm, -10-a bərabər eləyək. Olur a kvadrat bərabərdir 5. A da bərabərdir nəyə? Müsbət mənfi kök altında 5. Bir də müsbət mənfi kök altında 5 və müsbət mənfi 5 olanda əsas dövrü pi böl 5 olur. Neçə dənə qiymət oldu? Tam qiymət soruşmur, müsbət qiymət soruşmur. Cavab olacaq 4. 65-də cavab olacaq 4. 66 da bunun kimidir, özünüz düşünərsiniz. 67 demirəm, dövrlərdir, tapa bilərsiniz. Asan sualdır. 68 da dövrlərdir. 69-cu sual. Qiymətlər oblastıdır. Yenə 3x-i görüb, deməyin ki, bu 3 ifadəsi. Bu, yəni sinus 3x -1-dən müsbət 1-dir. 2-yə də vuranda -2 müsbət 2 məsələn. Qiymətlər oblastıdır. Və ya bunun qiymətlər oblasti 0,1-dir. Bunun qiymətlər oblasti da 0,1-dir modulda olduğuna.
Burada sadəcə 3-ə vuram da olur 0-3 aralığı. B variantı bura gəldi. Deməli, D variantı, D yox, C variantı birinciyə getdi. Sonuncuya da gedəcək 0-1 aralığı. Sinus 3x 0-1 aralığında qiymət alır. Elə bir cavab yoxdur, amma ən böyük qiyməti 1-ə bərabərdir. A variantı uyğun gəlir bura. 70 də bundandır. 71 dövrlərdir, rüblərdir, müsbət mənfi olduğunu soruşur. Burada bir dənə tangens var. Tangensin əsas dövrü pi-dir. Y variantını bura aid eləmək olar. Yenə deyirəm, müsbət mənfiliyi çəkin çevrəni və koordinat sistemi. Sinus bilirik y oxudda. Birinci, ikinci rübdə sinus müsbətdir. Birinci, dördüncü rübdə kosinus müsbətdir. X-in müsbət olduğu yerlər. 73 nə deyir? 2 alfa 90 dərəcə ola bilər. Aha. Bizə nələr verib? Deməli, sinus alfa deyir 5-də 4-dür. Sinus alfa 5-də 4-dürsə, ya birinci rübün bucağıdır, ya ikinci rübün bucağıdır. Bax, alfa. Çünki müsbət bir ədəd daxil. Və bizə məsələn burada kosinus alfanı tapmağı da verib. Sinus alfa nədir? Qarşı katetin hipotenusa nisbəti. Bizə deyir 4/5 nisbətindədir. Bura 4-dür, bura 5-dir. Onda bura 3-dür. Məsələn, alfa bucağı üçün, bu alfa bucağı üçün kosinus 5-də 3 ola bilər və ya mənfi 5-də 3 ola bilər. Çünki ikinci rübün bucağı da ola bilirdi alfa burada. İkinci rübün bucağıdırsa kosinusun mənfi olduğudur. Məsələn, 1-ə C variantı uyğun gəlir. İkincisində sinus alfa 5-də 3-sə, kosinus alfa müsbət mənfi 0,8 ola bilər. Y variantı uyğun gəlir bura. Sinus alfa kökdə 2/2. Ya birinci rübün bucağıdır, ya ikinci rübün bucağı. Hətta sinus alfa biz bilirik 45 dərəcə ya da 135 dərəcədə bu qiyməti alır. Bizə nədir? Alfa ilə qonşu olan bucaq ondan 3 dəfə böyük ola bilər. Bəli, B variantı uyğun gəlir bura. Niyə görə? 45-in qonşusu 135-dir də. Deməli, B variantı uyğun gəldi bura. Başqa hansı variantlar qaldı? Alfa 3-cü rübə aiddir. Alfa 3-cü rübə niyə aid olsun? Yox. Bir də A variantı uyğun gələcək 3-cüyə. 45-in 2 qatı, yəni alfa 45-dirsə, 12 qatı 90 edir də. A variantı uyğun gəldi bura. Uyğun gəlməyən heç birinə bu oldu. 3-cü rübün bucağı ola bilməz. Çünki alfa 3-cü rübün bucağıdırsa, bunlar gərək mənfi olsun. Bunlar heç biri mənfi deyil və ya bu mənfi olsun. Sinus heç birində mənfi deyil axı. Bu qədər. Davam edirik 74-cü sual. 74-ü mən yazım, 75-i siz yazarsınız. 74-də deməli bizə nə deyir? Aralığında y1 düz xətti, sinus x qrafiki ilə kəsişmə nöqtəsi, A nöqtəsi, funksiyasının kəsişmə nöqtəsi isə B nöqtəsi, A, B nöqtələri arasındakı məsafə. Baxaq, funksiyaları bax, buna görə deyirəm, bilməyimiz şərtdir. Sinus x funksiyasının qrafikini qırmızı ilə çəkək. 0-da 0 alır, pi/2-də ən böyük qiymətini alır. Gəlir pi-də 0-a bərabər olur. 3pi/2-də ən kiçik qiymət alır. Təzədən gəlir 2pi-də 0-a bərabər olur. Bu bizim sinus x funksiyası. Kosinus x-da 0-da 1 alır. 0-da 1 alır, gəlir pi/2-də 0-a bərabər olur. Sonra pi/2-də 0-a bərabər olur. Pi-də mənfi 1 qiymət alır. Burada mənfi 1 qiymət alır. Təzədən gəlir. 3pi/2-də 0-a bərabər olur. 2pi-də də təzədən 1-ə bərabər olur. Ən böyük qiymətini alır. Bu kosinusdur. Kosinus x. Bu da sinusdur. Bizdən, y bərabər 1 düz xətdir. Biz bilirik ki, y bərabərdir 1 düz xətdir. Bir nöqtəsindən keçib, o x oxuna paralel bir düz xətdir. Sabit funksiyadır. Nöqtəsindən keçir. Deməli, nə deyirdi bizə? Sinus x-in bu düz xətlə kəsişdiyi nöqtə A. Bax, bu nöqtəni bizə verib A. Kosinusun da bununla kəsişdiyi nöqtə B. Kosinus bu nöqtə ilə 2 yerdə kəsişir axı. Deməli, bir dəqiqə oxuyum. Y bir düz xəttinin y bərabərdir fx
Sinus x funksiyasının qrafiki ilə kəsişdiyi nöqtə A, y bərabərdir kosinus x funksiyasının qrafiki ilə kəsişdiyi nöqtə B olarsa, A və B nöqtələri arasındakı məsafəni tapın. Bəlkə də eyni məsafədir, ona görə belə alınır. Deməli, kosinus x ilə kəsişdiyi nöqtə B. Biz iki nöqtədə kəsişir axı. Kosinus x ilə. B burada ola bilər, burada ola bilər. Hə, 0 daxil deyil. Bağışlayın. 0 daxil deyil. Bu boş dairədir. Bu boş dairədir. Ona görə hə, aydındır. Ona fikir verməmişik. Boş dairə nədir? Yəni 0 qiymətini almır. Burada bu nöqtədən başlayır, amma 1-ə bərabər olmur. Elə bir onun yanından başlayır. Aşağı tərəfindən başlayır. Aha, bir dənə nöqtədir. Deməli, sinus x 1-ə bərabər olur pi böl 2-də. Bura pi böl 2 nöqtəsidir. Kosinus x də 1-ə bərabər olur, 0-da bərabər olur. Bir də 2 pi-də. Bizə 2 pi ilə pi böl 2 arasındakı məsafəni istəyir. Bu məsafəni istəyir. 2 pi-dən çıxırıq pi böl 2-ni. Biz bilirik ki, 2 nöqtə arasındakı məsafə, yəni sağdan, böyük ədəddən balaca ədəd çıxırsan da. 2 pi-dən pi böl 2-ni çıxanda cavab edir 1 tam. 2-də 1 pi. Cavab oldu, açıq sualda cavab olur 1 tam. 2-də 1 pi. Bu qədər. 75 də buna bənzəyən bir sualdır. Özünüz hesablayarsa, artıq yəqin ki, -1 nöqtəsidir. Bu iki nöqtə arasındakı məsafəni istəyəcək. 76. Maksimumlar, minimumlar. Sinus x funksiyasını çəkək. Aralığında maksimumu A ilə minimumları BC ilə göstər. ABC üçbucağının sahəsi. Mənfi pi ilə 2 pi aralığı. Deməli, biz bunu sol tərəfində göstərəcəyik. Deməli, mənfi pi böl 2. Bura olsun mənfi pi. Bura pi böl 2. Pi. 3 pi böl 2. Burada 2 pi. Bu aralıqda çünki deyil bizə çək. Sinus x funksiyası. Sinus x pi böl 2-də ən böyük qiymətini aldı. Pi də 0-a bərabər olur. 3 pi böl 2-də ən kiçik qiymətini aldı. Belə. Bu qaydada yenə davam edək. Belə. Funksiyamız budur. Bizə deyir ki, bu aralıqda, yəni mənfi pi-dən müsbət pi-yə doğru maksimumu A nöqtəsi ilə. Yəni bu nöqtə A-dır. A-dır. Minimumlarda B, C. Minimumlarda burada, bura B nöqtəsi, burada C nöqtəsi. Bizə deyir ABC üçbucağının sahəsi. Bir ABC üçbuzağını yaradaq. Fərqli rənglər çəkək. Bax, bu üçbuzağın sahəsini istəyir bizdən. Məlum məsələdir. Biz S üçbuzağın sahəsi bilirik ki, AH böl 2-dir. Yəni, biz bu məsafəni tapsaq, hündürlüyü onsuz da bəllidir də. Bu məsafə 1-dir. Buradan bura da 1-dir də. Çünki bura -1 nöqtəsidir. Minimum -1 ala bilir. Maksimum da 1 alır da. -1-dən müsbət 1-ə kimi məsafə 1-dir. Bunu bilirik. Yəni, hündürlüyü bilirik. Sadəcə qalıb B ilə C arasındakı məsafə. -pi böl 2-dən 3 pi böl 2-yə. 3 pi böl 2-dən çıxırıq. -pi böl 2-ni. Bu da edir 2 pi. Yəni, oturacağı da tapmışıq, hündürlük də var əlimizdə. Üçbucağın sahəsi olacaq 2 pi, yəni A tərəfi nəzərdə tuturuq. Vurulsun 2, hündürlük bölünsün 2. Bu da bərabərdir 2 piyə. Deməli, bu üçbucağın sahəsi olur 2 pi. 2 pi. 77 də buna bənzəyir. Özünüz çəkib baxarsınız. 79-cu suala baxaq. O x oxuna qədər olan məsafə. Kəsişdikləri nöqtədən. 78-ci sualda deməli, mənfi pi böl 2 ilə müsbət pi böl 2 aralığındadır. Bu ikisinin kəsişdiyi nöqtə. Deməli, sinus x-in qrafiki oldu belə. Kosinus x funksiyasının qrafiki oldu belə. Bunların kəsişdikləri nöqtələr biri budur, biri də bu. Buradan x oxuna qədər olan məsafə. Burada əslində tənlik qurmalıyıq. Müəyyən qədər
Yenə köməkçi buzaq falan əlavə eləməliyik. Ya da ki, görə bilərik rahatlıqla nəyə uşaqlar. Bunlar 45 dərəcədə bir-birinə bərabər olur da. Yəni 45 dərəcədə pi bölü 4-də hər ikisi kökdə 2 bölü 2-yə bərabər olur. Funksiyaların kəsişmə nöqtəsi nədir? Bir-birinə bərabər olduğu yerlərdir. Bərabər olduğu yerlər nə oldu? Deməli, sinus nöqtəsi. Pi bölü 4-də hər ikisi kökdə 2 bölü 2 verir və yaxud da e, bura hansı bucaqdır? 3-cü rubin bucaqda 225 dərəcədə. 225 dərəcəni pi ilə ifadə etmək çətin olacaq. O 4-də 5 pi. 4-də 5 pi məsələn. 4-də 5 pi-də də mənfi kökdə 2 bölü 2 alır. Bizdə alma istədiyi nədir? Məsafə. Baxın bunu istəyir və yaxud bunu istəyir. Məlum məsələdə kökdə 2 bölü 2. Cavabımız burada olur kökdə 2 bölü 2. 79 yenə qalsın sizə. Çalışın ümumiyyətlə işləməmişdən qabaq və ya videoya baxmamışdan qabaq həmişə birinci özünüz işləyin. Yəni cəhd eləyin. Bir misala çünki sizin öyrənməyiniz sizin işləməyinizdir. Videoya baxmaq, hər hansısa bir müəllimin və yaxud sinif yoldaşınızın, dostunuzun işləməyinə baxmaq, ona baxıb nəyisə başa düşə bilərsiniz. Amma bu sizin öyrənməyiniz demək deyil. Özünüz çalışmalısınız ki, müəyyən qədər yenə deyirəm, düşünmək sizdən asılıdır. Ola bilər ki, bir müəllimdən siz daha yaxşı düşünəsiniz və ya fərqli düşünəsiniz. Hər hansısa bir tələbə yoldaşınızdan, sinif yoldaşınızdan daha yaxşı düşünüb özünüz üçün həllər, daha qısa yollar tapasınız. Bunlar mümkün olandır, amma əsas məqsəd nədir? Məğzin başa düşmək, kökün başa düşmək. Onu başa düşəndən sonra istənilən misalı həll eləmək mümkündür, sadəcə zaman lazımdır. Və o misala zamanı vermək lazımdır. Onun üçün zaman ayırmaq lazımdır, düşünmək lazımdır. Ona görə həmişə birinci özünüz yazmağa çalışın. Alınmasa bir 15-20, hətta ola bilər 2 saat, 3 saat fikirləşəsiniz misalı. Dayanmadan demirəm, amma düşünə bilərsiniz. Ondan sonra hər hansısa bir video həllə baxmaq daha yaxşı olar, amma düşünəndən sonra. Bu qədər. Növbəti dərsimiz olacaq tangens və kotangens funksiyaları, onların xassələri. Bu nisbətən azdır. Sonra gəlir çevirmə düsturları. Çevirmə düsturları bizim üçün ən rahat olanlardan biri olacaq. Trigonometriya biraz qəliz gəlir, düzdür, amma yenə deyirəm, bunu ancaq öyrənmək olar işləyərəkdən.